Bura Kəlbəcər rayonunun Bəzirxana kəndidir. Məşhur Zar kəndinin yaxınlığında demək olar ki, ərazi bir-birinə qarışmış bir məkandır. Ən qədim insanın məskəni olan Zar açıq yaşayış düşərgəsinin yaxınlığıdır. Zar mağarasının yaxınlığıdır. Burada da Bəzirxanada da belə bir mağara vardır. Bu mağarada düşünürük ki, qədim insanların yaşadığı düşərgələrdən biri olmuşdur. Mağara qaranlıqdır, çox irəli getmək mümkün deyil. Deməli, vəhşi heyvanlar burada yaşayıb son vaxtlar. Böyük, yəni işğaldan əvvəl onu qeyd edeyim ki, Bəzirxana sakinləri burada deməli mağarada bu ərazidə həm ot kahası kimi istifadə ediblər, böyük kahadır və eyni zamanda yayda da isə heyvanların sərinləməsi üçün bax bu mağara bir əlverişli yer hesab olunub. Buradan deməli mağaranın bax bu yoldan bura qədər gəldim. Buradan arxaya getməyə o biri tərəf sağa doğru yol gedib bayaq çəkdiyim çaya qədər ki, bir ərazidə kənd sakinlərinin dediyinə görə yol olub. Və hal-hazırda qaranlıqdır, buradan gedə bilmədim mən.